Fərz və ya nafilə namazlarda musafdan və ya hər hansısa bir elektron vasitədən Quranın üzündən oxuyaraq namaz qıla bilərəmmi? Möhtərəm qardaşlar, hər bir mömin, hər bir namaz qılan müsəlman namaz qılarkən ayət-i kərimələr oxuyur Quran-ı Kərimdən və hər bir insan da onları oxumalıdır hər bir mömin namaz qılarkən. Bəzən görürsən təzə başlayan insan da oxuya bilmir, heç nə bilmir. O zaman namazın sözlərini və yaxud qabağına qoyub oxuya bilər. Ancaq qaldı ki, istəyir ki, uzun surələr oxusun fərz namazında, yox, bu düzgün deyil. Əlində Quran götürərək uzun surələr fərz namazında alimlər gətirirlər ki, oxumaq düzgün deyil. Ancaq nafilə ibadətlərdə olar. Təravih namazında, gecə namazında insan uzun uzadı, istəyir ki, namaz qılsın və uzun surələr bilmir. Əlində götürüb oxuya bilər. Ancaq bu istisna, fərz namazı istisnadır. Çünki fərz namazında etmək olmaz bunu. Nəyi bilirsənsə, onu oxumalısan. İlla ki, zəruri hal ola bilər. O da nədir zəruri hal? İnsan heç nə bilmir, yenidir. Öyrənmək babından, yəni qısa müddətdə, yəni öyrənənə qədər oxuya bilər. Sual oluna bilər ki, nəyə görə fərz namazından sünnəni ayırdınız? Çünki bilirik ki, fərz namazların bunlar fərzdir, xüsusiyyəti var. Necə ki, fərz namazını oturub qıla bilmərik. Ancaq nafiləni oturub qıla bilərik. Hətta savabı az olur nafilə namazı. Ancaq fərz namazını oturub qıla bilmərik. Heç bir halda illa ki, zərurət olarsa. Xəstədir və yaxud təyyarədədir, maşındadır, düşə bilmir, elə bir hallar var zərur. Onun üçün fərz namazlarının öz əhkamları var. Onlara riayət eləməliyik, bəli. Ancaq nafilə namazlarda isə bəli, oturub namaz qılırsan, hətta bunlar əlavə ibadətlərdir. Onlar orada Quran-ı Kərimi uzun surələr oxuya bilərsən baxaraqdan, bu formada oxuya bilirsən. Nafilə namazı heç bir səbəb olmadan oturub qıla bilərsən, ancaq hədisdə gəlir ki, 50 savabını, deyək ki, 100-dən 50 savabını qazanırsan. Yəni savabın yarısını qazanırsan.